Mədə-kismə əməliyyatından sonra çəki almaq fəlakətdir, yoxsa reallıq? Mədə-kismə əməliyyatından 2 il vaxt keçdikdən sonra insanların bəzilərində az da olsa çəki alır. Hətta bəzi pasiyentlər əvvəlki çəkilərinə qədər çəki aldıqlarını və kökəldiklərini qeyd edirlər. Sizə bir məsələni qeyd edim ki, yenidən çəki almaq 2 faktordan asılı ola bilər. Birincisi cərrahın dünya standartlarında, dünyanın qoyduğu ölçülərdən mədəni kəsməməsi ola bilər. Məsələn, mədə içinə salınan zond, buj hansı ölçüdədirsə, həmin ölçünün kənarından mədə-kismə əməliyyatı icra olunarsa, mədə daha nazik qalar, daha kiçik ölçüdə olar və bu da gələcəkdə mədənin genişlənməsinin qarşısını alır. İkinci faktor xəstə faktordur. Yəni insanların öz məsuliyyətsizlikləri nəticəsində yaranır. Yəni zaman keçdikcə insanlar fast foodlardan, qəlyanaltılardan, həkimin tövsiyə etmədiyi qidalardan istifadə edir, aktiv həyat tərzi keçirtmir, oturaq həyat tərzi keçirir, şəkər və un məmulatlarından daha çox istifadə edir və bu da gələcəkdə insanın yenidən çəki almasına səbəb olur. Şəxsən mən öz təcrübəmdən qeyd edə bilərəm ki, mənim etdiyim mədə kiçiltmə əməliyyatlarından sonra insanlarda çəki alması ya baş vermir, ya da uzağı 5 kiloqrama qədər yenidən çəki alması baş verir. Bunun da əsas səbəbi, yəni insanların çəkisinin saxlamağının səbəbi mənimlə pasiyentlər arasında olan birgə işdir. Yəni mən tövsiyə edərdim ki, yenidən çəki alan pasiyentlərə öz həkimlərinizlə siz birlikdə bu işi qurmalısınız. Həkimlərin verdiyi tövsiyələrə riayət etməlisiniz. Əgər buna riayət edərsinizsə və sizi əməliyyat edən cərrah da dünyanın qoyduğu ölçüdə mədəni kəsmiş olarsa, yenidən çəki almayacaqsınız və alarsınızsa da cüzi çəki alacaqsınız. Bu çəkini də yenidən əvvəlki vəziyyətə çəkiyə qaytarmaq mümkündür. Sağ olun, sağlıqla qalın.